Bəzən görürsən, məscidə gəlir, yanında duran insandan o siqaret qoxusunu insan hiss eləyir. Və əksər hallarda görürsən ki, yanında duran insana elə bir narahatçılıq verir ki, hətta o insan necə namaz qıldığını bilmir. Çünki insan o qoxudan təsirlənir. Ona görə də bu şeylərə diqqət etmək lazımdır. Və soğan sarımsaq yeyib məscidə getmək insan elə zənn eləməsin ki, yəni bu müəyyən bir vasitələrlə ağızdan qoxu gedir. Əslində getmir bu. Yəni müəyyən bir müddət var. O müddət keçməsə o ağızdan o qoxunu aparmaq mümkün deyil. Və hətta burada dediyimiz kimi qardaşlar, təkcə məscidlər nəzərdə tutulmur. Hətta musallə olsa belə, yəni insanların toplaşdığı yer, məscidlər, musallələr, yəni musalləyə də getmək məşruhdur bu şəkildə. Çünki buradakı illəni elm əhli izah eləyir ki, buradakı illət, yəni səbəb cəmaata əziyyət olmasıdır. Cəmaatla yanaşı mələklərə əziyyət olmasıdır. Yəni məscidlərə müştərəkdir, insanlarla mələklərə, musallədə və digər hətta elm məclisinə, insanların toplaşdığı yerə ki, o qoxu ilə sən insanlara yer təsir edəcəksə, yəni sənin o şəkildə getməyin məşruhdur. Bəli, və həmçinin buna daxildir, yəni insan tərli olarsa, məsələn sən bilirsən ki, sən işləmisən və tərlisən və o şəkildə məscidə getmə. Ümumiyyətlə Allah Taala'nın evinə o yerləri, müqəddəs yerləri ziyarət edərkən bu şeylərə diqqət etmək lazımdır. Yəni o şeyləri təzim etmək lazımdır ki, insan, yəni bu təzim də insanın təqvasındandır. Necə ki Allah Taala buyurur ki, kim Allahın şüarlarına, işarələrinə təzim edərsə, bu onun qəlbinin təqvasındandır. Ona görə də məscidə gedərkən xüsusi diqqət etmək lazımdır. İnsan gərək özünün geyiminə, yəni üzərindən gələn qoxuya, yəni bu şeylərə fikir vermək lazımdır ki, sən Allahın evini ziyarət edirsən.